Salam hörmətli izləyicilərimiz. Sizlə bugünkü dərsimiz import arka və sizə bugün də o dərsi başa salacağam. Yəni əslində hörmətli izləyicilərimiz, dostlarımız, sizə indidən deyirəm. Yəni bu arka dərsi həm maraqlı dərsdir, həm də həmçinin çətin dərsdir. Amma o çox maraqlı dərsdir. Yəni burada oyunlar yaradacağıq, hansı proqramını yaradacağıq. Yəni sizə bu gün onu öyrədəcəm. Aha. Və ilk yazırıq import arcade. Arcade. Aha. Baxın, burada qırmızı xətt atmalı normaldır. Çünki niyə dostlar? Mən çünki yükləmişəm də artıq ehtiyac yoxdur. Və onu yükləmək üçün öyrədirəm sizə giririk terminala. Terminaldan yazırsınız pip install arcade. Arcade. Yəni məndə yüklənilib deyə artıq ehtiyac yoxdur da, yəni ona görə. Yəni sizdə o versiyanı yükləyir, yəni siz enter burax. Yəni məndə gördünüz, məndə yəni baxın, yəni bu avtomatik yükləyir də, yəni ona görə. Yəni bu onun üçündür. Mən artıq yüklədim özüm. Və giririk və onun enini, başlığını yazırıq. Məsələn, yazırıq, bir dəqiqə dostlar, gözləyin. Aha. Məsələn, yazıram mən ekran eni. Məndə çıxdı. Niyə? Çünki mən ilk yazmışdım. Bunu bir də dostlar, belə şey çıxır arada from lesson import ekran eni. Bunu silin. Yəni bu ehtiyac yoxdur, yəni. Aha. Sonra mən bərabər yazıram. Bərabərdir. Məsələn, 800. Və keçirəm bura ekran məsələn hündürlüyünü də yazıram. Məsələn 600 məsələn də. Yox, ya da yazım 400. Dəqiqə. Bu bundan olur, o sarı xətalar onun səbəbindəndir. Sonra ya da mən biraz boşluq qoyum. Sonra keçirik dostlar. Ekran başlığı qoyuram. Ekran başlığı. Qoydum başlığı. Və sonra bunlar çıxdı. Yəni bunun çıxması, yəni brauzerin özünəndir, yəni ona görə. Və yazıram, ekran başlığına da yazıram. Məsələn, mənim ilk arcade oyunum məsələn yazıram. Oyunum. Və yazdım bunu. Sonra mən klass yaradıram özümə bir dənə klass. Və bu klassın içinə mənim bir dənə şey yaradım. Məsələn, klassın adını qoyum my game. Yox, ya da my game. Belə yaradım. My game tuple nöqtəsini yazıram. Arcade nöqtə window. Window. Sonra mən bunu qoyuram belə. Bu niyə error verdi məncə? Hə. Şeydəndir bu. Məncə. Bu hərfin böyüyünə kiçikliyindən olub deyəsən, ondan da. Və sonra keçirik, yazırıq def init. Və 2 xətt qoyuruq, def init yazırıq. Dəqiqə, bu niyə error verdi? O çox güman ki, boşluqlardan deyil o. Yazıram init. İndi oldu. İndi mən bunun içinə səhv yazdım. Sonra mən bunun içinə super əlavə edirəm. Superin içinə belə klass yaradaq və yazıram yenə nöqtə init. Yəni init bunun hər şeyini ölçür də, yəni hündürlüyü və onun çox şeylərini ölçür. Yəni init onun üçündür. Məsələn, mən buraya yazıram ekran eni, ekran hündürlüyü, ekran başlığı. Bunları yazıram. Ekran eni, ekran hündürlüyü və ekran başlığı və s. Mən indi hələ ki bunları əlavə elədim. Və sonra mən bunun
backgrounduna şey əlavə edəcəm. Rəng. Aha, bir dəqiqə üzrsən. Yazıram mən məsələn arkad bir dəqiqə arkad set background yazıram. Aha, background color çıxdı. Sonra mən bunun içinə yazıram arkad nöqtə arkad nöqtə color arkad nöqtə color nöqtə məsələn mən yazıram blue. Blue. Aha, yazdım və s. Ondan sonra mən yəni şəkil çəkmək üçün def onDraw metodu. Def onDraw metod. Bir dəqiqə. Draw metodu. Aha. Və mən bunu əlavə edirəm. Bir dəqiqə. Bunu sileyim. Bu Python'un başı özündəndir. Buna da bunu koyuruq. Ha. Sonra mən bunun için yazıram məsələn self.clear. Self.clear-də yəni keçən dərslərdə başa salmışdım da, yəni option dəyərləri silir. Hə, hamısı. Sonra mən indi buna əlavə eləyirəm arkad nöqtə graph text, yəni mətni çəkmək üçün, yəni və circle filled. Niyə çıxmır öz-özünə? Filled. Məsələn, mən bunun içinə əlavə edirəm 750, yəni bunun ölçülərini götürürəm də 750, 200 və 50 və s. Və mən bunun içinə yazıram arkad. Bundan biraz ara şeydir. Arkad nöqtə color. Niyə error verir? Səbəbi niyə çıxdı? Bir dəqiqə dostlar, üzrsən. O məncə şeydəndir. Mən onu başqa cür yazmışam. Arkad, bir dəqiqə. Arkad nöqtə graph text. Burada başqa nələr var? Graph text. Graph circle qoymalıydım mən məncə. Circle. AD circle filletdir. Bundan sonra mən bunun içinə qoyuram məsələn 750. Dostlar, mən biraz uzadlı yazmışdım, ondan da o səbəbi. 750 və 200 və 50 və s. Baxın, gördüyünüz radiusu və bunlar neydi onun adı? Uzunluğundan başladı. Bunu bir dənə sonra inşallah ki başa düşdünüz. İndi mən sonra buna yazıram arkad nöqtə color. Buna vergül qoymamışam, onun səbəbi. Arkad color. Sonra mən yazıram bura nöqtə məsələn gold. Mən yazıram bura gold. Və sonra enter vururam, yazıram arkad nöqtə draft text. Mən bunu yazıram. Sonra mən bura tuple içərisində yazıram, dırnaq içərisində də yazıram hello world. Yazdım və vergül qoyuram. Vergül qoyuram və 200 bərabər 300. Yəni bunların ölçülərini götürürəm də. Yəni burada x, y bunlar ölçülərdir. Sonra mən yenə yazıram arkad nöqtə. Buna vergül qoymamışam, ona görə xəta verir bu. Arkad nöqtə color green yazıram mən. Color nöqtə green. Qoydum green və mən bunun radiusunu da verirəm 25 məsələn. Font size, yəni radius fərqi yoxdur. Və mən buraya yazıram məsələn. İndi mən bir dənə elə belə run eləyim, baxaq. Gördüyünüz heç nə çıxmadı. Onun səbəbi niyə? Çünki mən oyunumun adını yazmamışam. Və mən yazıram indi.
Buradan yazaq da. Ya da tam buradan yazaq. Game bərabərdir. Yəni mən adı yazmalıyam. Bax burada class açdığım bunun adını yazmalıyam. My game. Aha. Sonra mən yazıram. Bir dəqiqə. Baxın gördünüz yenə açmayacaq. Gördünüz? Açdı bağladı. Bir dəqiqə 5 gülmədiniz. Baxın açıb bağlayacaq. Bunun səbəbi niyə dostlar? Çünki biz arkadı run eləyib baxmağımız üçün dostlar bunu da deyim. Arcade.run bunu yazırıq ya avtomatik yəni biz yazdığımızı run eləyib görə biləcəyik. Bu onun üçündür. İstəyirsiniz gəlin baxaq. Gördünüz? Mənim yaratdığım Hello World. Yəni bunlar font size zat bunlar bu dairənin rəngidir və mən background'unu göy eləmişim. Gördünüz? Yəni bizim bugünkü dərsimiz hələ ki budur. Yəni Arcade-da necə məsələn klass yaradırıq, necə background-da rəng qoyuruq, necə yazı yazırıq. Hələ ki dostlar və izləyicilərimiz hörmətli izləyicilərimiz və bunlar bugünkü dərsimiz bura qədərdir. İnşallah ki başa düşdünüz. Yəni həqiqətən çox maraqlı dərsdir. Bunun inşallah sizə yəni gələcəkləri də var. Yəni bunun oyun yaratması, sizə hələ başqa bir saytdan qurub oyun yaratmağı da var. Yəni bunların hələ çox şeyi var. İnşallah ki onları da növbəti dərslərdə deyəcəm. Aha, dostlar, zəhmət olmasa kanalıma like atın, abunə olmağı unutmayın. Yəni dostlar, siz əgər mənim beləncə çoxlu Arcade haqqında videolarını çox atmaq istəyirsinizsə, kanala like gəlsin, bir də abunə olun, zəhmət olmasa. Yəni oldu. Yəni bunun sözüm bu idi. Oldu. Sağ olun, sağ-salamat qalın və növbəti dərslərimizdə görüşənədək. Sağ olun.